Bismillah və salatu və selamu alə Rasulillah. Əmmə ba'd. Ən birinci Allah Teala'nın bütün nemətlərinə görə Allaha çoxlu şükürlər olsun. Və şükür etmək rahat bir ibadətsə də, amma çox çətindir. Çünki insan yadından çıxarıb, unudur, insan unutqandır. Və iblis də nədir? Onu bilir. Bilir ki, şükür etmək yüksək bir dərəcədir. Allaha yaxınlaşmaqdır. Şükür etmək nemətlərə. Və ona görə də nə dedi? Dedi, mən onların sağından, solundan, arxadan, öndən, hər tərəfdən onlara vəsvəsə verəcəm. Zərbələr indirəcəm. Və onların çoxsunu şükür edən görməyəcəksən. Yəni, onların çoxsunu şükür eləməkdən uzaqlaşdıracaq. Və bilir ki, iblis şükür etmək nədir? İnsanı Allaha yaxınlaşdırır və onun böyük bir əzəməti var, fəziləti var. Və ona görə də yəni, bütün nemətlərə şükür etmək lazımdır. Və indi Ramazan ayındayıq, bilirsiniz, artıq 15-ci orucumuzu əda etdik Allahın izni ilə. Və böyük nemət ki, bugün biz əmin-amanlıq içərisində yaşayırıq, rahat, şükür. Və həmçinin görürsünüz ki, vəziyyət də dünyada ümumiyyətlə çətindir. Və ona görə də müəyyən məsələlər var ki, bu məsələlərdə ayıq və sayıq olmalıyıq. Və ibadətlər də ağırdır. İbadətlər ağırsa, başqa şeylər də ağırdır. Məsələn, namaz qılmaq çətindir, əlbəttə ağırdır, durursan, insan ağrıyan vaxt olur, yuxusuz olan vaxt olur, şirin yuxudan durursan səhər-səhər və həmçinin oruc, şəhvəti tərk edirsən, yeməyi tərk edirsən, səhər-səhər dan yeri sökülməmişdən qabaq durursan, yuxunun şirin vaxtı və həmçinin bütün günü dözməlisən susuzluğa, şəhvətlərə və haramlardan uzaq durmalısın. Yəni, çətinliklər var. Amma Allahdan qorxanlar üçün bunlar nədir? Çətin deyil. Və ona görə hələ ibadətlərdə çətinliklər varsa, görün, başqa məsələlərdə nətərdir? Deməli, onların da öz çətinlikləri var. Biz bu həyatda yaşayırıqsa, imtihanlar olacaq, problemlər olacaq, sıxıntılar olacaq. Ona görə də biz hamısına sinə gəlməliyik, möhkəm olmalıyıq. Özünüz də görürsünüz ki, indiki vaxtda və İbn Teymiyyə rəhmətullah aleyhi gözəl bir sözü var. Deyir, bir də görürsən ki, qul işlə əlaqəli, bütün başı qarışır, Allah Teala unutur. Yəni, çox zikr eləmir, artıq uzaqlaşır bunlardan, xeyr əməllərdən, oruclardan, ibadətlərdən, zikirlərdən. Və Allah Teala onun üçün darıxır deyir. Və ona bəla göndərir. Bəla göndərir ki, qulu ona qayıtsın, tövbə eləsin, yadına salsın, xatırlamaq üçün. Və onun nədir? Bəlanı Allah Teala ondan qaldırır və ona ruzi verir. Yəni, həqiqətən də hər bir bəla gələndə, sıxıntı gələndə insan özünə fikir verir ki, görəsən mənə bu hardan gəldi, nətər oldu? Mən Rəbbimi yaddan çıxarmışam, unutmuşam, zikirləri az eləyirəm, məsələn, cəmaat namazını tərk edilmişəm, səbirsizlik eləyirəm və ona görə də nədir? Görürsən ki, onların da bir insanın xeyri var. Ona görə də hər bir sıxıntıda bir xeyr var. Və bugünkü hadisə də gördük. Allah Teala yaralılarımıza şəfa versin, acil və Naxçıvanda olan məsələni deyirəm. Görürsünüz, bilirsiniz. Allah Subhanahu Teala ölkəmizi qorusun, şərdən, şərəfindən, fitnəhindən. Biz həmişə dua edirik. Və həmçinin bu ağır gündə, bu çətin gündə də ölkə başımızın ətrafında olmalıyıq. Yəni, bugün bizim hamımızın bir yerdə olmağı vacibdir. Biz həmişə bir yerdəyik, söz yox. Yəni, biz həmişə əhl-i sünnənin əqidəsi, sələflərin minhəci, yolu, yəni bunların həmişə yoludur ki, hakimlə bir yerdə olmalısan və onunla bir yerdə ətrafında olmalısan. Yəni, ona qarşı çıxmaq olmaz. Asan vaxtında, çətin vaxtında da bir yerdə olmalısan. Bu bizim
əqidəmizdir, bu bizim yolumuzdur. Və xüsusən də bu günləri qeyd edirik, bu ağır günlərdə də qeyd edirik ki, yada salırıq, xatırlayırıq, xatırlama möminlərə fayda verir ki, biz bir yerdə olmalıyıq, bu bütün sıxıntıları hamısına birlikdə qalib gəlməliyik inşallah. Və gördüyünüz kimi, yəni çətinliklər olur, yəni sən elə bilmək ki, həmişə rahatlıqda yaşayacaqsan. Görsən olur, sıxıntılar olur, çətinliklər olur, müharibələr olur. Yəni olur, bunlar hamısı bu dünyada olan şeylərdir. Və ona görə də, hətta dediyim kimi, ibadətlərdə çətinliklər varsa, onlara səbr ediriksə, eləməliyiksə, həmçində həyatda olan problemlərə də nə etməliyik? Səbr etməliyik. Və kimlərdir onlara səbr edənlər? Və o kəslərdir ki, bu dünyanın şəhvətlərinə, dünyanın şərlərinə, dünyada olan problemlərə, sıxıntılara, ümumiyyətlə hər bir şeyə kim səbr eləyir? Onun qəlbi axirətlə məşğuldursa, yəni axirəti istəyirsə, bilir bu dünya fanidir, bilir bu dünyada belə yəni kəşməkeşli şeylər olur, sıxıntılar olur, çətinliklər olur. Və o kəs ki, onun qəlbi axirətləndir, axirəti istəyir və səbr edir. Və ona görə də, yəni həmişə yadınızda saxlayın bu qaydanı. Sələflərin bütün dediyi sözlər, verdiyi fətvalar hamısı Quran və sünnəyə qayıdır. Onlar Quran və sünnəni başa düşürlər. Və xavariclərdən birisi gəlir Həsən Basrinin yanına və hakimə qarşı çıxmaqdan soruşur. Deyir, siz xavaricə deyir ki, Həsən Basri, rəhmətullah aleyhi, böyük alimlərdəndir, tabeinlərdəndir. Deyir ki, siz dünyaya görə hakimə qarşı çıxırsınız. Nədən deyirsən də, bunu nə əsasla deyirsən? Deyir, bax, sənə namaz qılmağa qadağa qoyur, deyir, yox. Həcc eləməyə qadağa qoyur, yox. Ümrə eləməyə qadağa qoyur, yox. Yəni, dünyevi yaşamaq sənə qadağa deyir, yox. Deyir, onunla dünya, sən hakimiyyətdir. Sənki hakimiyyətdir. Yəni, buna görə istəyirsən. Həqiqətən də baxırsan ki, və nədir? İnsanın nədir? İstəyi, bu da hansı ki, bu söz ki, bayaq dediyim, Əbu Süleyman Əd-Daraninin sözüdür, rəhmətullah aleyhi, o da böyük alimlərimizdəndir ki, yəni bu dünyada səbr kim edir şəhvətlərə, dünyada olan sıxıntılara, qəlbi axirətə bağlı olan insan, yəni qəlbi axirəti istəyir. Bilir ki, bu sıxıntılar gedəcək, bilir ki, onun haqqına girənlər cavab verəcək, bilir ki, bu dünyada belə sıxıntılar var və s. Ona görə də insan gələk bunlara nə eləsin, mömin insan səbr etsin və onlara nə eləsin, dözsün. Və həmçinin bu Ramazanda 2 cihad var. Bunu da yadda saxlayın. İbn Rəcəb rəhmətullah aleyhi deyir ki, bu dünyada, yəni bu Ramazanda daha doğrusu, Ramazanda 2 cihad var. Biri insanın nəfsindən, biri günüzdür, günüz vaxtı. Yəni orucu tutursan, çətinlikləri dediyim kimi tutursan, səbr eləyirsən, haramlardan özünü qoruyursan, bu sənin yəni cihadındır. Yəni bununla sən nəfsi qoruyub saxlayırsan. Və ikincisi də nədir? Gecədir. Biri günüzdür, biri gecə. 2 cihad var sənin üçün. Və nədir? Gecə namazlarda yorğun da olsun, çətin də olsa, məsələn, ibadətləri qoruyub saxlamaq. Yəni asan deyil. Yəni cihad nə üçün? Cihad, bilirsiniz ki, cihadın növləri var. Döyüş cihadı var, nəfsinə olan cihad və ən böyük cihad hansıdır? Nəfsinə. Ən çətinidir. Bəziləri deyir, nəfsi asaddır, ona ələ gəlir. Nəfsinlə cihad eləyə bilməyən döyüşdə heç vaxt dözümsüz olar, qalib gələ bilməz. Və nə deyir, günüz vaxtı neynirsən, bu şəhvətləri tərk eləyirsən, haramları tərk eləyirsən və sən neynirsən, axşam da ibadətlərlə məşğul olursan. Və həmçinin Allah Subhanahu taala Əbu Hüreyrə radiyallahu anhudan gələn hədis-i şərifdə Allah Subhanahu taala duaları qəbul edir və hansı dualar ki qəbul olunmur, bunlardan birisi qohumluq əlaqəsini kəsməkdir, günah etməkdir və tələsməkdir. Kim tələsərsə də duası qəbul olmaz. Yəni Allah Subhanahu taala həmişə duaları qəbul edir. Və qohumluq əlaqələrin kəsmək olmaz, bu böyük günahlardandır və həmçinin günahlar etmək olmaz. Yəni duanın qəbul olmasının qarşısını alır və soruşdular ki, ya Rəsulullah, məl istəyəcəl, dedi, bəs bu tələsmək, tələskənlik nədir? Bir, o deməkdir ki, istəyəcəl odur ki,
Bir Allaha dua elədim, Allah nədir? Qəbul etmədi. Tələsir də, istəyir ki, elə dua eləyib ayağa duranda artıq o duası qəbul olsun. Ona görə də indi biz də çoxlu dua etməliyik. Bilirsiniz, yenə də deyirəm ki, dua həmişə, dua özü ibadətdir, xüsusən də indiki vaxtda və əlhamdülillah, həm oruclu, həm orucu açan vaxtı, yəni dualar qəbul olunan vaxtlar var. Onlardan xüsusən istifadə eləmək lazımdır və əlhamdülillah, Allah Teala bizim etdiyimiz ibadətləri qəbul etsin. Bu Allah Teala bütün xalqımızı doğru yola yönətsin, qohum-əqrəbəmizi, yaxınlarımızı haqq yola yönətsin. Allah hamısının orucunu qəbul etsin, duaların qəbul etsin. Allah Teala bizi cənnətlərində bir yerdə etsin hamımızı. Və Allah Teala ölkəmizi həmişə firavan etsin, həmişə xeyr içərisində etsin. Və Allah Teala düşmənlərimizi məhv etsin, onların hilələrini öz başlarında çatlatsın. Və Allah Teala ölkə başımızı qorusun. Bu ağır çətin vaxtlarda ona güc versin, qüvvət versin, həmişə uğur versin, qalibiyyət versin, sağlamlıq versin. Və Allah Teala əskərlərimizi, hərbiçilərimizi, ölkəmizin əmin-amanlığını qoruyanları qorusun. Allah Teala şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin və döyüşlərdə iştirak edən balalarımızı xeyirli etsin, həmişə uzatsın, yardım etsin bütün sıxıntılarında. Və həmçinin Allah Teala xəstələrimizə şəfa versin, atalarımıza, analarımıza rəhmət eləsin, ölənlərə, qalanlara can sağlığı versin. Allah qohum-əqrəbəmizə hidayət versin, doğru yolu yönətsin xalqımıza. Allah bütün müsəlmanlara kömək olsun və Allah rəhm eləsin. Allah razı olsun. Subhanəkə Allahumma və bihamdik. Nəşhədə an la ilahə illə əntə nəstəğfiruka və nətubu iləyik. Allah razı olsun.